Hər vaxtınız xeyir, əfsanə. Çınara, valideynləri görürük biz orada, həm də şagirdləri görürük. Şagirdlərin, valideynlərin, eyni zamanda təbii ki, müəllimlərin təəssüratları necədir? Əfsanə, təəssüratlar və əhval-ruhiyyə burada yüksək səviyyədədir. Bayram əhval-ruhiyyəsindədir hər kəs. 11-cilər məktəbi bitirib ali məktəblərə hazırlaşacaqlar təbii ki. Birincilər isə artıq növbəti pillələrə addımlayacaqlar. Elə valideynlər də sevinirlər öz övladları üçün. Həm də müəllimlər sevinçlidirlər bugün. Çünki onların yetirmələri təxminən bir neçə müddətdən sonra səs soraqlarını ali məktəblərdən eşitmək istəyirlər. Və burada belə deyək də, bu hazırda bizim dayandığımız məkan 6 nömrəli məktəbin həyətidir. 6 nömrəli məktəbdə bugündür son zəng. Niyə bugündür? Ona görə ki, bu məktəb Formula 1 yarışlarının keçirildiyi məkanın ətrafında yerləşir. Bakı halqası ətrafında yerləşir. Ona görə burada son zəng bugündür. Amma Təhsil Nazirliyindən aldığımız məlumata görə bugün sadəcə 3 məktəbdə son zəng keçirilir. 132 və 134 sayılı məktəblərdə və burada 6 sayılı məktəblərdə. Səbəb isə bayaqda dediyim kimi elə Formula 1 yarışları ilə əlaqədardır ki, bu yarışların keçirildiyi Bakı halqasının ətrafında yerləşdiyinə görə bu məktəblərdə son zəng bugündür. Amma ölkə ərazisindəki digər məktəblərdə son zəng sabah keçiriləcək. Zəng çalınıb, artıq sonuncu zəng çalınıb və tədbir belə deyək də yekunlaşıb, amma elə yəqin ki görürsünüz, indi operatorumuz Seymur indi sizə göstərəcək. Çox güman ki məndən arxa tərəfdə fonda dayanıb uşaqlar, 11-ci sinif şagirdləri bir-birlərinə öz arzu və istəklərini yazırlar köynəklərinə. Seymur yəqin ki göstərə bilir onları. Həmçinin belə deyək də elə bayram əhval-ruhiyyəsi davam eləyir. Şəkil çəkdirirlər uşaqlar müəllimləri ilə, valideynləri ilə. Eyni zamanda məktəbin məzunları da burada iştirak eləyirlər və belə deyək də bu məktəblərdə keçirilən son zənglər haqqında ətraflı məlumatları biz növbəti reportajlarda çatdıracağıq. Əfsanə, bir məqama da xüsusi diqqət çəkmək istəyirəm ki, təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülüb hər 3 məktəbdə. Çox sağ olun, təşəkkür edirəm ətraflı məlumatlarınıza görə.